Hər vaxtınız xeyir, hörmətli izləyicilər. Baku TV-nin efirində idman xəbərlərini izləyirsiniz. Futbol üzrə Azərbaycan Kubokunda finalçılar müəyyənləşib. Əvvəlcə yarım finalın cavab oyununda Turan Tovuzla qarşılaşan Zirə cütünün qalibi məlum olub. Zirə İdman kompleksinin stadionunda baş tutan görüşdə hesab açılmayıb. Lakin ilk qarşılaşmada Bakı təmsilçisi 2 cavabsız qolla qələbə qazandığı üçün həlledici mərhələyə yüksələn tərəf olub. Yarım final mərhələsinin digər cavab maçı Masazırda baş tutub. Sabah Qarabağı qəbul edib. Finala yüksələn ikinci komanda Sabah olub. Yarım final mərhələsinin cavab oyununda evdə Qarabağı qəbul edən Bayquşlar 2-1 hesablı qələbəyə sevinib. Masazırda baş tutan maçda Ağdam təmsilçisinin qolunu Kamilo Duran vurub. Meydan sahiblərinin heyətində isə Velko Simic və Patrik Embina fərqləniblər. Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv görüşün böyük qismini 10 nəfərlə keçirib. Qonaqların heyətində 35-ci dəqiqədə qapıcı Mateusz Kochalski kobud oyuna görə birbaşa qırmızı vərəqə ilə cəzalandırılaraq meydandan qovulub. Tərəflər arasında baş tutan ilk görüşdə 2-2 hesablı heç-heçə qeydə alındığı üçün Bakı klubu adını həlledici mərhələyə yazdırıb. Sabah finalda Zirə ilə üz-üzə gələcək. Bakı təmsilçisi ötən gün yarım finalın cavab oyununda Turan Tovuzla qolsuz bərabərə qalıb. İlk dueldə Qartallar üstün olub 2-0. Xatırladaq ki, Azərbaycan Kubokunun final oyunu mayın 13-də Palm Sports Arenada keçiriləcək. Öncə sabahı təbrik edirəm. Danışmaq münasibəti ilə və öz futbolçularıma təşəkkür edirəm. Yaxşı bir oyun oldu, yaxşı emosiyalı bir oyun oldu. Belə əlbəttə ki, azarkeşlərə də təşəkkür edirəm hər iki komandanın. Və inanıram ki, hər bir azarkeş zövq aldı oyundan və bu qədər. Mənim fikir bildirməyim biraz necə deyim, biraz fərqli alınar. Ondan belə yəni yaxından da görmək olurdu, uzaqdan da görmək olurdu. Deyir ki, ələ dəydi, əllə oynadı və yaxud nədirsə açıq verirdi. Amma Rəhim bəyin açıq boy verəcək yəni. Ya da düzdür, bəzən gəlib son saniyədə belə bir epizodun olması əlbəttə ki, biraz daha da mübahisəli epizodlara gətirib çıxarır. Amma ondan belə bəzən belə fikirlər bildiriləndə mənim tərəfimdən yəni başım düşürür ki, bəlkə mən rəqibin uğuruna və yaxud qalibiyyət nəsə bir irad bildirirəm, qətiyyən yox. Haqq etdikləri qalibiyyəti əldə elədilər. Əgər onlar bunu qalib qazandılarsa, yəni onların haqqı idi. Amma ümumən belə sadəcə penalti epizodu bundan baxsaq, zaten penalti, yəni biz 2-2 olsa da bilmək olmaz, vuracağı da vurmayacaqsa da, yəni 10 nəfər sonra kimi 30 dəqiqə yenidən oynamaq, bu yorğun bir vaxtda, bu əlavə bir güclə apara bilərdi, amma yəni mən penalti kimi gördüm, futbolçu kimi, məşqçi kimi, amma ondan belə olur da yəni. But again, the players showed Sabah ailəsini təbrik edirəm. Bu qələbəni azarkeşlərimizə həsr edirik. Meydanda bizi sona qədər dəstəklədilər. Oyun gərgin və dramatik keçdi. Hər iki komanda mübarizə apardı. Buraxdığımız qola baxmayaraq sona qədər təslim olmadıq və əzmkarlıq sayəsində qalib gəldik. Finala yüksəlmişik, amma əsas məqsəd kuboku qazanmaqdır. Baş hakimin verdiyi qərara gəlincə, hakim qərarlarını şərh etməyi xoşlamıram. Epizodlara baxmışam, bu hakimlərin işidir. Amma bir məqam var ki, qeyd etmək istəyirəm. İşlədiyim ölkələr arasında hakimliklə bağlı bu qədər danışılan ikinci ölkə görməmişəm. Azərbaycanda hər həftə hakim qərarları müzakirə olunur. Futbolun inkişafını istəyiriksə, hakimlik də inkişaf etməlidir. Bəzən eyni epizodlara fərqli qərarlar verilir. Final heç vaxt asan olmur. Bir oyundan ibarətdir və hər şey mümkündür. Rəqib kim olur olsun. Biz öz işimizi görməliyik. Məqsədimiz titulu qazanmaqdır. 5 games in the league and
Yarışlarda idmançıların qazandığı qızıl medalların arxasında böyük əziyyət, zəhmət dayanır. Bunu Albaniyanın paytaxtı Tiranada keçirilən Avropa çempionatında birinci yeri tutan Azərbaycanın Yunan-Roma güləşçisi Həsrət Cəfərov deyib. Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətinə açıqlama verən idmançı tarixi uğuru qızına həsr etdiyini bildirib. Təəssüratlarım həqiqətən çox gözəldir. Bugün çox sevincliyəm. Ardıcıl 4-cü qızılımı qazanıram. Həqiqətən də bu qızılların arxasında böyük əziyyət, zəhmət dayanır. Bu qızılı qazandıqdan sonra onun həzzini indi hiss edirəm. Heç bir əziyyət yadıma düşmür. Yalnız yadda qalan bu qızıl olur. Bu qızılımı, tarixi uğurumu qızıma həsr edirəm. Qeyd edək ki, Həsrət Cəfərov qızıl medal uğrunda qarşılaşmada Türkiyəli Murad Fırata 7-5 hesabı ilə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə yüksəlib. Bununla da o, Azərbaycan Yunan-Roma güləşində ilk 4 qat Avropa çempionu adına sahib çıxıb. Həsrət Cəfərovun ardınca Azərbaycanın daha bir Yunan-Roma güləşçisi Qurban Qurbanov da Avropa çempionatında qızıl medal qazanıb. 82 kiloqram çəki dərəcəsində mübarizə aparan təmsilçimiz birinci yer uğrunda qarşılaşmada Adlet Tulubayevə 4-2 hesabı ilə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə yüksəlib. Albaniyanın paytaxtı Tiranada keçirilən Avropa çempionatında 2 qızıl, 3 bürünc medal qazanan Yunan-Roma güləşi üzrə millimiz titulunu qoruyub və 133 xalla yenidən Avropa çempionu olub. Türkiyə 2-ci, Gürcüstan isə 3-cü yeri tutub. Millinin heyətində medal qazanan güləşçilərimiz Həsrət Cəfərov, Qurban Qurbanov, Rəşad Məmmədov, Nihat Məmmədli, İslam Abbasovdur. Qeyd edək ki, Avropa çempionatı aprelin 26-sında başa çatacaq. Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Su İdman Növləri Federasiyasının birgə təşkilatçılığı ilə keçiriləcək avarçəkmə və kanoya üzrə Prezident Kuboku 2026 beynəlxalq reqatası ilk dəfə olaraq Sərsəng su anbarında start götürəcək. Ümumilli lider Heydər Əliyevin 103-cü il dönümünə həsr edilən reqatanın ilk günündə 27 aprel tarixində Sərsəng su anbarında akademik avarçəkmə, kayak, kanoe, dragon qayıqları və yelkənli qayıqlar üzrə idmançıların nümunəvi çıxışları və ilk yarışlar keçiriləcək. İştirakçı ölkələrin bayraqlarını daşıyan skuterlər su üzərində dövrə vuracaq. Tədbir çərçivəsində milli musiqi və rəqs nümunələri də nümayiş etdiriləcək. Qeyd edək ki, Prezident Kuboku 2026 beynəlxalq reqatasında Azərbaycan, Çexiya, Gürcüstan, Almaniya, Yunanistan, Qazaxıstan, Qırğızıstan, Litva, Moldova, Rumıniya, Serbiya, İsveç, Tacikistan, Türkiyə, Ukrayna və Özbəkistandan 100-dən artıq idmançı mübarizə aparacaq. Reqataya mayın 1-də yekun vurulacaq. Sergey Rebrov Ukrayna millisinin baş məşqçisi postundan istefa verib. Ukrayna Futbol Assosiasiyası xəbər verir ki, tərəflər əməkdaşlığa xitam verilməsi barədə qarşılıqlı razılığa gəliblər. Qurumun yaydığı məlumata görə Rebrov 2023-cü ildə komandanı çətin play-off mərhələsindən keçirərək Avropa çempionatına çıxarmağı bacarıb. Lakin yığmanın dünya çempionatına vəsiqə qazana bilməməsi ayrılığa səbəb olub. Ukrayna Futbol Assosiasiyasının prezidenti Andrey Shevchenko mütəxəssisi gənc futbolçuların inkişafındakı töhfələrinə görə minnətdarlığını bildirib və qeyd edib ki, hazırda komanda üçün yeni qərarların qəbul edilməsi vaxtıdır. Qeyd edək ki, Rebrov Assosiasiyada vitse-prezident və icraiyyə komitəsinin üzvü kimi fəaliyyətini davam etdirəcək. Yığmanın yeni baş məşqçisi hələlik müəyyənləşməyib. İngiltərə təmsilçisi Chelsea baş məşqçisi Liam Rosenyorla yollarını ayırıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. London kollektivi rəsmi açıqlamasında mütəxəssisə göstərdiyi fəaliyyətə görə təşəkkür edib və onun peşəkarlığını yüksək qiymətləndirib. Bununla yanaşı qərarın asan verilmədiyini vurğulanıb. Bildirilir ki, son nəticələr və komandanın çıxışı klubun gözləntilərindən aşağı olub. Mövsümün sonuna dək zadəganları müvəqqəti olaraq Callum McFarlane çalışdıracaq. Qeyd edək ki, Chelsea İngiltərə Premyer Liqasında 48 xalla 7-ci pillədə qərarlaşıb. Belə dəyərli izləyicilər, idman xəbərlərini izlədiniz. Sağ olun, salamat qalın.